Azərbaycan Rusiyaya nota verib. Ötən gün Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdakimov Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya səfiri ilə görüş zamanı qeyd olunub ki, fevralın 5-də Dövlət Dumasının MDB, Avrasiya İnteqrasiya Məsələləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədrinin birinci muavini, hakim Vahid Rusiya partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə müharibə cinayətlərində təqsirləndirilən şəxslərin məhkum olunması ilə bağlı bəyanatı kəskin etiraza səbəb olub. Konstantin Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikası vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbul edilməz ifadələr işlətməsi qətiyyətlə pislənib. Məsələ burasındadır ki, Azərbaycan dövlətinə qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs olunanları müdafiə edənlər də elə bir zamanlar işğalı dəstəkləyənlərdir. Belələrinin fəaliyyəti Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasına, eləcə də sülh prosesinə, əməkdaşlığa, qarşılıqlı etimada zərbə vurmaq cəhdidir. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən də Zatulini müdafiə etməyə çalışdığı şəxslər öz cinayət əməllərini etiraf ediblər və bunların hər biri məhkəmədə sübuta yetirilib. Bugün təəssüf ki, bu reaksiyalar anlaşılan deyil. Ermənistandan daha çox Rusiya tərəfinin biz bir isterikasını görürük. Rusiyalı bəzi deputatların, televiziya kanallarının və bu cür addımlar, bu cür məsələlər münasibətlərə xələl gətirir. Bu insanlar cinayətkardılar, onların cinayəti sübut olunubdur. Özləri də cinayətlərini etiraf ediblər və məhkəmə əsasında da bu insanlar həbs olunubdular. Ona görə bugün hesab edirəm ki, bu məsələdə Rusiya tərəfi növbəti dəfə münasibətlərə xələl gətirə biləcək addımlar atır. Belə olan halda yeni sual yaranır. Müharibə cinayətləri törədənləri qorumaqla Zatulin və Zatulin kimlər nəyə nail olmağa çalışır? Bir daha qeyd edirik ki, yəni bu insanlar cinayət törədiblər, cinayətkardırlar. Arayıq deyir ki, Gəncəni mən vurmuşam, mənim əmrimlə vurulub. Buradan isə Zatulin deyir ki, bu düzgün deyil, bu hansısa bir siyasi qərardır. Yəni sual yaranır ki, Zatulinin bu cinayətkarlarla hansı əlaqəsi var? Nə üçün bir sıra Rusiya dairələri, kanalları bu cinayətkarları bu qədər müdafiə edir? Yoxsa onların arasında hansısa bir işbirliyi olub, hansısa bir münasibət olub, ona görə onlar bu qədər narahatlar. Gedişat göstərir ki, Azərbaycanın Rusiyaya verdiyi nota diqqətə alınmır. Çünki nə Rusiya Xarici İşlər Nazirliyi, nə də Dövlət Duması rəhbərliyi məsələyə reaksiya verməyə tələsir. Zatulin isə yenə də öz mövqeyində qalaraq güya etiraz notasının məzmunundan xəbərsiz olduğunu bildirib. Hətta separatçı keçmiş prezidentlər 20 illik həbs cəzası alan 68 yaşlı Arkadi Quqasyan və 65 yaşlı Baku Saakyanın cəzaları çəkib həbsxanada tam müddətdən sağ çıxa bilməyəcəklərindən kədərləndiyini ifadə edib. Üstəlik, Ermənistan hakimiyyətini tənqid edən Zatulin Azərbaycanın cinayətkarları dərhal azad etməyi tələb etməyi azmış kimi Ermənistanın baş naziri Nikol Paşinyanı da Qarabağı təslim etməkdə günahlandırıb. Unutmaq olmaz ki, bu qəbildən bəyanatlar Azərbaycanla Rusiya arasında münasibətlərə mənfi təsir göstərir. Ona görə də yaxşı olar ki, Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün Rusiya tərəfi müvafiq tədbirlər görsün.